Bəzi insanlar var ki, müəyyən bir toplum içərisinə çıxanda, qonaq gedəndə, müəyyən tədbirlərdə iştirak edəndə, toyda iştirak edəndə, bunların içərisində bir narahatçılıq gəlir, sıxıntılar gəlir, özlərini çox gərgin hiss edirlər ki, ətrafdakı insanlar bunlara baxırlar, bunu izləyirlər, bunun davranışlarına nəzarət edirlər, bunun hər hansı bir söz deməsinə qulaq asırlar və bununla da bu nələrsə düz etməyəcək, hansısa davranışı düzgün etməyəcək, yıxılacaqmı, başa hərlənəcəkmi, nəyəsə düzgün etməyəcək və insanların qınağına səbəb olacaq. Bunun haqqında danışacaqlar, buna lağ eləyəcəklər, müəyyən bir sözlər deyəcəklər. Bunun sadəcə düşüncələridir. Şübhəsiz ki, bu reallıqda deyil. Ancaq bu düşüncələr belə insanlar çox narahat edir. Bəzən evə bir qonaqlar gələndə də, belə insanlar onların qarşılamağa çıxmır. Yaxın qohumlar gələndə də belə onları qarşılamağa çıxmır. Onlarla bir məclis, bir süfrə arxasında oturmağa sıxıntılar keçirirlər və tək qalmağa, müəyyən bir bəhanələrlə onlardan, sosial yerlərdən, ictimai yerlərdən qaçmağa çalışırlar. Bunlar isə həmin şəxslərin gündəlik fəaliyyətinə, insanlarla ünsiyyətinə təsirlər göstərirlər. Belə olan hallarda həmin şəxslərin özündən asılı olmadığını, özlərinlə bacara bilmədiklərini, bunun bir psixi pozuntu olduğunu düşünmək lazımdır.